Rusiyada gizlənən bu şəxslər Bakıya təhvil verildi, xüsusi konvoyla gətirilir. Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilib. Bu barədə reporta Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 7-si 10-cu ay 2002-ci il tarixli konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Yolçuyev Anar Elmaroğlu, Məlikli Reyhan Mirbala qızı, Aslanov Zamiq Qurbanəlioğlu və Zaxarov Elçən Musaoğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər. Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.